Hər vaxtınız xeyir. Bu videoda astrologiyanın ən güclü elementlərindən biri olan od elementindən danışacağıq. Qoç, şir və oxatan güclərin xarakteri, enerjisi, güclü və zəif tərəfləri nədən qaynaqlanır? Gəlin birlikdə kəşf edək. Od elementi qoç, şir və oxatan güclərindən ibarətdir. Bu elementə sahib olan insanlar həvəsli, enerjili, spontan, yaradıcı, özünə güvənən, yaşamaq həvəsi yüksək, cəsur, iradəli və optimist olurlar. Onlar dominant, hərəkətli, istiqamlı, müstəqil olmağı sevən, gələcəyə yönəlmiş, vizyon sahibi, macərapərəst və lider ruhlu şəxslərdir. Amma səbirsiz və tez alışan təbiətləri də var. Od isti və enerjilidir. Toxunduqda yandırar, yaxınlaşdıqca isidir. Dəli dolu bir alov kimidir. Alışdığı anda azadlıqla hər yana yayılar və qısa zamanda ətrafına hakim olar. Bu xüsusiyyətlər od güclərində planetləri çox olan insanlarda daha güclü görünür. Onlar istiqamlı, coşqulu, bəzən əsəbi, bəzən isə birdən sönən alov kimidirlər. Bir anda hər şeyi yandırıb, sonra sakitləşə bilərlər. Yaradıcılıqları çox inkişaf edib. Həyatı dolu-dolu yaşayırlar. Sevinç və ehtirasları ətraflarına birbaşa təsir edir. Təbii olaraq dominant xarakterə malikdirlər. Sözlərini əsirgəməzlər. Onlar üçün sevgi çox önəmlidir. Münasibətlərdə bütün istəklərini və sevgilərini paylaşarlar. Od elementi dürüstlük və açıqlıq simvoludur. Bu insanlar əxlaqi dəyərlərə önəm verər, ədalətli olmağa çalışar, münasibətlərdə səmimi və vicdanlı davranarlar. Onlar döyüşkən, cəsarətli, qorxmaz və iddialıdırlar. Bilinməyən sulara dalmaqdan, risk almaqdan çəkinməzlər. Zehni və mənəvi baxımdan güclüdürlər. Nadir hallarda qorxu hiss edərlər. Od elementi özünə inamla bağlıdır. İnadkar, hücumçu və mübariz ruhlardırlar. Çətinliklərdən qaçmaz, problemlərlə üzləşər, geri çəkilməzdir. Məğlubiyyəti qəbul etməkdə çətinlik çəkirlər. Qətiyyətli, təşəbbüskar və bəzən aqressiv ola bilərlər. Od elementinin təbiəti ruhanidir. Fiziki enerjisi güclü, canlı, coşqulu və hərəkət yönümlüdür. Bu insanlar iddialı, cəsarətli və rəqabətçidirlər. Sevdikləri sahədə qalib gəlməkdən və ən yaxşı olmaqdan zövq alırlar. Aqressiv xarakterləri bəzən onların egosunu böyüdür. Qazanmaq onları çox sevindirir, amma itirmək isə dərindən sarsıdır. Uduzmaqdan daha çox qazandıqları bir şey yoxdur. Bu səbəbdən itki onları depressiyaya sala bilər. Od bürcləri qərarlı, kinli, intiqama meyilli ola bilərlər. Qəzəbləndikdə tez reaksiya verir, bəzən bilərəkdən başqalarını qızışdırırlar. Çox tez əsəbləşir, amma tez də sakitləşirlər. Başqalarının hisslərini incitməkdən çəkinməyə bilərlər. Onların əsas fəziləti ədalətli, dürüst olmaqdır. Ən böyük səhvləri isə ən yaxşı olmaq naminə yalan və hiləyə əl atmaqdır. Əgər xəritənizdə od elementi çoxdursa, həddindən artıq özünə inam, hədsiz ehtiras, dominantlıq, egoizm, aqressivlik, riskli davranışlar yarana bilər. Əgər xəritənizdə od elementi çatışmazlığı varsa, özünü ifadə edə bilməmək, motivasiya zəifliyi, hərəkətsizlik, özünə inamsızlıq, enerji azalması, pessimizm, həyata marağın düşməsi müşahidə oluna bilər. Beləliklə, od elementinin gücü, ehtirası və kölgə tərəfləri ilə tanış olduq. Əgər siz qoç, şir və ya oxatansınızsa, bu xüsusiyyətlərin hansını özünüzdə görürsünüz? Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.